Ermənistanda növbəti parlament seçkiləri keçirilib. Diqqət çəkən məqam isə seçkilər zamanı aşkarlanan qanunsuzluqlardır. Müxalifətin iddiaları və yayılan görüntülərə görə iyunun 7-si səhər saatlarından başlayan seçki prosesi zamanı Ceqarkunik bölgəsinin seçki məntəqəsində seçki qutusunun möhürlənmədiyi aşkarlanıb. Eyni şəkildə bəzi seçki məntəqələrində naməlum şəxslər qrupu qeydə alınıb. Eyni insanlar, eyni nəqliyyat vasitəsi. Onlar hər hansı status və ya səlahiyyət olmadan seçki məntəqələrində sərbəst hərəkət edirlər. Bəzi seçki məntəqələrində isə seçicilərin istifadə olunmamış seçki bültenlərini çıxarması halları qeydə alınıb. Bu da səsvermənin nəzarətdə olduğunu göstərir. İrəvanda və bəzi bölgələrdə seçki məntəqələrində seçki bültenlərinin verilməsi və saxlanması yerləri video nəzarət kamerasının görmə sahəsində deyil. Bütün bunlar isə seçki prosesinin beynəlxalq hüquq standartlarında olmadığını və ölkə daxilində hakimiyyət üçün qanunsuz rəqabətin olduğunu açıq şəkildə sübut edir. Bundan əlavə, Ermənistanda dövlət bütün inzibati resursları öz xeyrinə səfərbər edib. Regionlarda bir seçici hissəsini almaq üçün qiymət 10-25 dollar arasında dəyişir. Səs satın alma prosesində həm Qərb, həm də Rusiya maraqlıdır. Fərq yalnız valyutadadır. Avropa yerli QHT-lər vasitəsilə Ermənistana avro axıdır. Digər tərəf isə rubl mexanizmindən istifadə edir. Ermənistanda baş verən bu aşkar qanunsuzluqlar, rüşvətxorluq və xarici müdaxilələr fonunda ən maraqlı məqam Qərb institutlarının nümayiş etdirdiyi mütləq sükutdur. Demokratik prinsipləri rəhbər tutduğunu iddia edən beynəlxalq missiyalar Ermənistandakı bu mənzərəni görməzdən gəlir. Siyasi şərhçilər bunu Qərbin növbəti riyakarlığı və bitərəfli maraqları ilə izah edirlər. Bu proseslər göstərir ki, Ermənistanda seçkilər heç də demokratik keçirilmir. Bu günlər hakimiyyətin əlində kifayət qədər inzibati resursları var. Həmçinin müxalifətin də bir çox regionlarda güclü mövqeyi var. Onlar da pulla seçki məntəqələrində sədrləri, katibləri də ələ alıb və müəyyən məntəqə sədrlərinin və katiblərin də seçkidən uzaqlaşdırılması həbsdə onu göstərir ki, Ermənistanda seçkilərdə rüşvət, korrupsiya üst səviyyəsindədir. Digər tərəfdən Ermənistanda hüquq mühafizə orqanları söz azadlığına və müxalifətə qarşı total hücuma keçib. Ölkənin bir sıra seçki məntəqələrində komissiya üzvlərinin işə gəlmədiyi, rəhbər heyətin isə gecə saatlarında xüsusi əməliyyatla saxlanıldığı məlum olub. Bu barədə Ermənistanın Mərkəzi Seçki Komissiyasının sədri Vahan Ovakimyan da rəsmi açıqlama verib. Ölkə miqyasında seçki məntəqələri qapılarını seçicilərin üzünə açarkən ümumi mənzərədə ciddi çatışmazlıqlar qeydə alınıb. Məntəqələr açılan zaman mövcud olan 2005 seçki məntəqəsindən 48-də ümumilikdə 50 komissiya üzvü yerində olmayıb. 3 fərqli məntəqədə isə rəhbər heyət işə çıxmayıb. Belə ki, 2 məntəqə sədri və 1 katib gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılıblar. Ermənistan hüquq mühafizə orqanlarının söz azadlığına və müxalifətə qarşı total hücumu təkcə məntəqə sədrləri ilə məhdudlaşmır. Ölkənin Korrupsiyaya qarşı mübarizə komitəsi, Milli Təhlükəsizlik Xidməti və polis seçki öncəsi və səsvermə günü geniş miqyaslı reydlər, kütləvi həbslər həyata keçirib. İstintaq çərçivəsində ümumilikdə 67-dən çox şəxs saxlanılıb. Onlardan 32-si barədə həbs və ya ev dustaqlığı qətimkan tədbiri seçilib. Keçmiş İqtidar Partiyasının vitse-sədri Armen Aşotyan, universitet rəhbərləri və keçmiş nazirlər başda olmaqla onlarla şəxs maliyyə fırıldaqları ittihamı ilə saxlanılıb. Keçmiş mer Qacik Beqlaryan barəsində həbs qətimkan tədbiri istənilib. Dövlət əmlakının idarə edilməsi idarəsinin keçmiş rəisi Arman Sakyan isə birbaşa seçki rüşvəti ittihamı ilə 2 aylıq barmaqlıqlar arxasına göndərilib. Ermənistan blokundan deputatlığa namizədlər də rüşvət verməkdə şübhəli bilinərək saxlanılanlar arasındadır. Eyni zamanda Ana Ermənistan hərəkatının lideri və çiçəklənən Ermənistan partiyasının seçki siyahısında yer alan Andranik Tevanyan 2 aylıq müddətə dəmir barmaqlıqlar arxasına göndərilib. Güclü Ermənistan blokunun rəhbəri, milyarder iş adamı Samuel Karapetyan isə konstitusiya quruluşunu devirməyə çağırış ittihamı ilə ev dustaqlığına məhkum edilib.
Siyahıda keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi blokun deputatlığa namizədi Hasmik Sahradyan və sabiq nazir Qaqik Xaçatryan da var. Hüquq mühafizə orqanları tərəfindən ölkə miqyasında ümumilikdə 134-dən çox məkanda reydlər keçirilib. Müxalifət qüvvələrinə məxsus 24 rəsmi partiya qərargahı möhürlənərək axtarışa məruz qalıb. İyunun 7-si səhər saatlarında Gümrüdəki Ermənistan blokunun qərargahına, İrəvanda və Ararat vilayətində isə müxalif fəalların mənzillərinə eyni vaxtda basqınlar təşkil edilib. Hücumların coğrafiyası mediadan da yan keçməyib. Hökumətə müxalif mövqeyi ilə tanınan bir neçə xəbər portalının ofisində sənədlərin müsadirəsi məqsədi ilə axtarışlar aparılıb. Qərb institutlarının dərin sükutu fonunda baş verən bu kütləvi basqın və həbslər seçki prosesinin qanunsuzluq və qorxu mühitində başa çatdığını növbəti dəfə təsdiqləyir. Avropa İttifaqı, Avropa Komissiyası, Avropa Şurası, Avropa Parlamenti bu məsələlərə mütləq şəkildə hüquqi qiymət verməlidir. Məsələlərə ikili və yaxud geosiyasi mövqe, Rusiya ilə Ermənistan üzərindən geosiyasi rəqabət kimi baxmamalıdır. Bütün proseslərə hüquqi qiymət verilməli, obyektiv şəkildə araşdırılmalı və bütün pozuntular da öz obyektiv qiymətini almalıdır. Beləliklə, Ermənistanda keçirilən növbəti parlament seçkiləri demokratiya sınağı deyil, qanunsuzluqların, total repressiyaların və xarici maliyyə axınlarının nümayiş poliqonuna çevrildi. Qərb institutlarının və beynəlxalq müşahidə missiyalarının bu aşkar saxtakarlıqlara qarşı nümayiş etdirdiyi mütləq sükut isə növbəti dəfə sübut edir ki, Avropa üçün demokratik prinsiplər yalnız öz geosiyasi maraqlarına xidmət edəndə keçərlidir. Ermənistandakı qorxu, rüşvət və kütləvi həbslər fonunda susan Qərb əslində bu qanunsuz prosesin və formalaşan diktatura mühitinin birbaşa ortaq tərəfi kimi çıxış edir.